Gəncədə 17 yaşlı yeniyetmə Elgünün mütəmadi olaraq siqaret çəkmək üçün Gəncə Texnologiya Universitetinin yararsız istifadəsiz qalan yataqxanasının həyətinə gedirmiş. Orada 1-2-3 siqaret çəkib sonra evinə gedirmiş. Cavan uşaqlar da orada, atası bilməsin, anası bilməsin, 11-də oxuyan uşaqdır. May ayının 12-sində Elgün yenidən yataqxananın həyətinə gedir. Orada 2 siqaret çəkir və 2 siqaret çəkəndən sonra bir hadisə ilə rastlaşır. Belə ki, Elgün İbrahimov 4 polis əməkdaşı və 2 mülki şəxsi görüb. Polislər mülki şəxsin maşınından polis post patrol maşınına nəsə yükləyirdilər. Elgün də çox yaxında idi və gizlicə telefonla bunları çəkməyə başladı. Gizlicə. Hadisədən sonra məlum olub ki, həmin şəxslər Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Ramin Mehdixanlı, onunla birlikdə 3 polis əməkdaşı və narko tacirlər olubdur. Elgün bunları gizlicə videoya çəkərkən Elgünün telefonuna SMS gəlir və telefon səs eləyir. Və SMS gələndə Cinayət Axtarış rəisi polislərə tez çığırır ki, burada kimsə var, tutun onu. Elgün qaçmaq istəyərkən onu tutublar. Yeniyetməni Elgünü tutan kimi elə yerindəcə zərbələr vururlar. Telefonunu əlindən alırlar, zərbə